Bağışlayan və mehriban Allahın adı ilə Ramazan ayının son 10 günlüyündə bir daha hər birinizi xoş gördük. Bilirsiniz ki, artıq Ramazan ayı yavaş-yavaş tamam olmağa doğru gedir. Və Ramazan sözünün mənası yandıran deməkdir. Yəni, insanın günahlarını yandıran, insanın, bəndənin günahlarını yandıran, məhv eləyən. Gəlin, bu son 10 günlükdə ibadət və itaətimizdə daha diqqətli olmağa, daha çox nəzər salaq. Çünki həqiqətən də bu mübarək Ramazan ayından çıxdıqda bəndədə təkcə aclıq və susuzluq təsir qoymasın. Əgər bir bəndə 30 gün oruç tuta və Ramazan bitəndən sonra ən azından əxlaqi keyfiyyətlərdən birini özündə hasil eləməsə və yaxud da mənfi xüsusiyyətlərdən birini özündən kənarlaşdırmasa, deməli həmin şəxs Ramazandan əliboş çıxmışdır. Ramazan ayının son 10 günlüyü çox fəzilətli günlərdir. Bilirsiniz ki, Ramazan ayının 10 günlüyündə Qədir gecəsi saxlıdır. Qədir gecəsi də 1000 aydan fəzilətdə olan gecələrdəndir. Və bu gecələr məxsus vilayət şahı Əmir əl-Müminin Əli əleyhissalamın şəhadət gecələridir ki, Əli əleyhissalam bir insanlıq nümunəsi idi. Əli əleyhissalam bir təqva nümunəsi idi. Əli əleyhissalam özündən sonra insanlığa bir